Xanımlar, nəhayət ki, bugün mənim vitaminlərim gəlib. Birinci dəfədir ki, mən Azondan sifariş edirəm və gəlin bir yerdə unpacking edək, görək hansı vitaminlərim gəlib. Əlbəttə ki, sizlərlə də paylaşacağam, hansı vitamini nə üçün içirəm. Deməli, xanımlar, birinci bu vitaminlərdən başlayaq. Burada hansı vardır? Görək. Tak, vitamin E. 3 başqa sifariş etmişəm. Vitamin E xanımlar daha çox mən dəri üçün, bir də dırnaqlar üçün içirəm. Bu da nədir? Vitamin D3, K2. Bu da əlbəttə ki, həm saçlar, həm dəri üçün, həm immunitet üçün, yəni bütün bədənin sağlamlığı üçündür. Vitamin D3 və K2. Baxaq, bu da nədir? MCK. Burada isə xanımlar, xandra protektorlardır. Bu vitaminlər, vitamini edir. Bu, yəni qida əlavəsi kimi gedir. Bu vitaminlər sümüklər üçündür. Keçək bu vitaminlərə. Burada isə glicindir xanımlar. Glicin siz bilirsiniz ki, mənim yuxu problemim var və glicin içəndə yenə də az da olsa mənim yuxuma təsir edir və ümumiyyətlə yəni stressdən, əsəbdən uzaq edir, sakitləşdirir. Glicini çox sevirəm. Buna baxaq, burada nədir istəm. Necə saç gedir. Посмотрите, никак не ложу. L-карнитин. L-карнитин, как это сказать сейчас? L-карнитин жир, rastlayıcı жир. Pilləri əridir və enerjiyə çevirir, yəni enerji verir. Ona görə L-karnitin sevirəm, həm də ki, ürək üçün çox faydalıdır, güc verir. Əsasən də idmanla məşğul olan insanlar üçün, yəni L-karnitin çox faydalıdır. Məsləhət görərdim sizlərə də. Baxaq, burada nədir? Omega 3, 6, 9. Omega 3, 6, 9 yəni vəbşə çox super bir şeydir. Həm saçlar üçün, həm dəri üçün, dırnaqlar üçün. Ümumiyyətlə, əgər bədəninizdə vaspolitinlə iltihab prosesi varsa, çox gözəldir. Omega 3 mən çox sevirəm. Deməli, qaldı bu. Benimki bıçakla geçiyor. Bıçak. Peki. Буду поводить с этим. Так. Burada kalsidir. Kalsi bilirsiniz ki, sümüklər üçün çox faydalıdır. Kalsi, glicin forta. Glicin 2 dənə. Bir dənə bu glicin, bir dənə də Evaların glicin fortası. Ən yüksək dozasıdır. Foliyalı kislatan xanımlar üçün çox faydalıdır. Deməli, xanımlar, burada zink, vitamin C ilə. Zink də siz bilirsiniz ki, həm dəri üçün, həm saçlar üçün çox faydalıdır. İmmuniteti gücləndirir və əlbəttə ki, əgər ağ saçlarınız, saçlarınız tez ağarırsa, zink, xrom, bir də ki, selen çox gözəl təsir edir. Opet zink, vitamin C. Yəni, əlbəttə ki, mən bütün bu vitaminləri bir yerdə içməyəcəm. Yəni, hansı vitamin, hansı ilə uyğun gəlirsə, yəni uyğunlaşdırıb içəcəm. Bir də bizdən bu qaldı. Burada baxaq. Biraz məşinski açdım. Можно ценовать здесь. Coenzim Q10. Bu da çox faydalıdır xanımlar. Əsasən də beyin üçün faydalıdır. İndi biraz dərslərimdə naqruzka olduğu üçün, həm yaddaşım yaxşı olsun deyə mən coenzim Q10 içəcəm. Hələ başlamamışam. Amma ara sıra dərslərimdən öncə də mən içirdim ki, həm yaddaşım yaxşı olsun, həm yəni beyin üçün çox faydalıdır. Bu da